Damarlar tıxanıbsa, hökmən əməliyyat lazımdır. Bu mifdir, yoxsa gerçəklikdir? Bu suala belə cavab vermək olar. Baxır, hansı damar tutulub? Hansı halda əməliyyat lazım deyil? Periferiyada olan damarları angioplastika, ballonla dilatasiya edirlər, genişləndirirlər invasiv radiologlar. Əlbəttə ki, hər hansı bir damar tutulması normada olmamalıdır. Əgər kiçik xırda bir damar tutulursa, yəni onun kollateralı varsa, ona əzələyəcək bir damar varsa, bunun üçün hər hansı bir cərrahi müdaxilə aparmaq vacib sayılmır. Ancaq nəzərə alsaq ki, bizim aşağı ətrafımızın qidalanmasında əsasən bud arteriyası, dizaltı arteriya keçəndən sonra ön, arxa qamış arteriyaları və sonra gəlib ayağın arterial qövsünü əmələ gətirən iri magistral arteriyaların tutulması, əlbəttə ki, bunlar ciddi işemik problemlərə, qan dövranının pozulluqlarına səbəb olur. Əgər bu tədricən baş verirsə, proses xroniki hal alırsa, xronikləşir, damar mənfəzi getdikcə, daraldıqca əlamətlər də tədricən meydana çıxır. Ancaq damar tıxanıqlığı, damar tutulmasının birdən-birə qısa bir zaman ərzində baş verməsi isə bu kəskin bir hadisə kimi dəyərləndirilir, kəskin işemiya adlanır. Əgər bu bud arteriyasında baş verirsə, əlbəttə ki, burada əməliyyatsız mümkün deyil. Dizaltı arteriya tutulursa, əməliyyat vacib şərtdir. İstəyir xroniki halda, istəyir kəskin halda, nəticə etibarı ilə ətrafın qan təchizatı pozulmuş olur. Hansı halda əməliyyat lazım deyil? Əlbəttə ki, burada iki mümkün variant ola bilir. Məsələn, çox yaşlı bir adam gəlir, 70, 80, 90 yaşında, müayinə zamanı damar daralmaları var. Müəyyən qədər, məsələn, bir 50, 40, 50% damar daralması müşahidə olunur. Əgər xəstə yeriyə bilirsə, uzun bir məsafəni qət eləyə bilirsə və bu yeriş zamanı heç bir əziyyət çəkmirsə, ağrılar meydana gəlmirsə, məcburi axsama, fasiləli axsama meydana gəlmirsə, bu kompensa olunmuş bir pozğunluq kimi dəyərləndirilir və belə xəstələrə əməliyyatın icrası tələb olunmur. Sadəcə belə xəstələrə qan durucuların verilməsi və yaxud periferik qan dövranını yaxşılaşdırmaq üçün dərman preparatlarının verilməsi yetərli sayılır. Ancaq xəstədə tutulma nəticəsində fasiləli axsama meydana gəlirsə, məsələn, insan 500 metr gedir, dayanır. Biraz fasilə verdikdən sonra yenidən yürüməyə davam etdirir. Belə hal artıq prosesin daha ciddi səviyyədə olduğundan xəbər verir. Bəzən bu məsafə qısala bilir. 250 metr, 100 metr, 50 metr belə çox kəskin daralma nəticəsində, tutulma nəticəsində 50 metr belə xəstə yeriyə bilmir. Əlbəttə ki, belə hallar olduğu halda əməliyyat qaçılmaz olur. Bu artıq dekompensa olunmuş bir işemiyadan xəbər verir. Bu hal əlbəttə ki, cərrahi müdaxilənin açıq və yaxud qapalı. İndi invaziv müdaxilələr var. Məsələn, dizdən yuxarı nahiyələrdə, dizaltı nahiyələrdə belə damarlara stentləmə əməliyyatı icra olunur. Ondan aşağı periferiyada olan damarları angioplastika, ballonla dilatasiya edirlər, genişləndirirlər invasiv radiologlar.